Salam dəyərli VIP maçlar izləyicilərimiz. Bugün sizlərə 14 sütun içində belə bir gözəl, göz qamaşdıran 2 mərtəbəli villa ilə siz tanış edin hörmətli izləyicilər. Çayımızı, kofemizi hazırlayıb təqdimata başlayırıq inşallah. Hörmətli izləyicilər, hal-hazırda villamızın həyətyan sahəsindəyik. Ümumilikdə 14 sütun içindədir. Yerləşmə yeri Vişnovka bağ sahələrində. Qapısına qədər asfalt, çox elitli bir ərazidədir. Həyətində belə bir göz oxşayan fontanı mövcuddur. İşlək vəziyyətdə gördüyünüz kimi. Solda yerləşir. Darvazadan sol hissədə yerləşir. Belə bir söhbətgah. Keçib hovuzu təqdim edeyim sizə. Hovuzda filtrli hovuzdur. Belə bir vəziyyətdə gördüyünüz kimi. Evimizin həm təmirinə, həm həyətinə söz olunmaz dəyərli izləyicilər. Həyətdə ayrıca sanitar qovşağı da mövcuddur. Həyətə aid. Bu hissədə dəyərli izləyicilərim yerləşir. Həm yay, həm qış mətbəxi kimi istifadə etmək olar. Belə bir şimdi mətbəx mebelinə qədər içində mövcuddur. Keçirəm həyətimizin bağ olan hissəsinə. Burada belə bir dekorativ ağaclardır, bəzək gülləridir, əkilib, qazondur, bastırılıb. Çox gözəl bir görüntü verir həyətə. Bu hissədə belə bir əyləşmək üçün səfalı güşəsi mövcuddur. Evin hər tərəfindən fırlanmaq mümkündür. Bu hissədən də evə giriş var. İndi keçsəm, hörmətli izləyicilər, evimizin otaqlarına sizi tanış eləməyə. Keçsək evimizin otaqlarına. Bura evimizin hol olan hissəsidir, hörmətli izləyicilər. Bura isti poldur. Buradan sağ yerləşir. Xanımların ən sevimli otağı mətbəx. Görürsünüz ki, hamısı yığılıb, səliqəli vəziyyətdə. Evin təmirinə də söz olanmaz, hörmətli izləyicilər. Buradan solda yerləşir belə bir qonaq otağı. Kabininə qədər mövcuddur. Keçirəm indi bir dənə birinci mərtəbənin belə bir yataq otağına. Onu deyim ki, evimiz 7/24 kamera nəzarətindədir. Yəni ki, kamera çəkiliş aparılır. Bütün xətlər çəkilib. İsti polun bütün xətləri bu hissədədir. Burada da yerləşir belə bir sanitar qovşaq və havlu. Keçirik evimizin ikinci mərtəbəsi təqdim edeyim. Qalxaq evimizin ikinci mərtəbəsinə. Bu isə girişdir. Qalxdıq ikinci mərtəbəyə. Bura ikinci mərtəbənin hol olan hissəsidir. Böyle üstədəki gözəlliyə baxın, zəhmət olmasın. Buradan solda yerləşir belə bir yataq otağı. Burada belə bir digər yataq otağıdır. Və ikinci mərtəbəyə özəl belə bir sanitar qovşaq və hamam otağı. Bu hissədə isə belə bir sonuncu yataq otağıdır. Və bu yataq otağına özəl belə bir sanitar qovşaq mövcuddur. Və hamam otağı. Dəyərli izləyicilər, evimizin, daha doğrusu villamızın sənədi Kupça paket sənəddir. Qiymət barədə isə əlaqə saxlayın. İnşallah əlaqə saxlayacaqsınız.
Orada sizə qeyd ediləcək. Əlaqə nömrəmiz də aşağıda və səhifədə qeyd eləmişəm. Bu və digər evlərlə, villalarla bağ sahələrinin tanış olmaq istəyirsiniz, səhifəmizi istəyib baxa bilərsiniz. Bizi də unutmayın, sağ olun.